Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Allahümme enfa'na bima allamtena ve allimna ma yenfa'una ve zidna ilmen. Deməli, Kitab-ı Tövhid, Tövhid kitabından axırıncı dəfə 19-cu fəsil idi və yaxud da 18-ci fəsil baxır bölgəyə. Axırıncı fəsil nə idi? 18-i qutardıq. Axırıncı oydu. İndi 19 deyənlər də var, 18 deyənlər də var. Rəqəmdən vaxtdan asılıdır. 19 nə idi? Yaxşı, 18. Hansı fəsil idi? Qutaran fəsil. Salihlər barəsində. Yəni, fəslin adı oydu ki, Adəm övladının küfrə düşməyinin və dini tərk eləməyin səbəbi salihlər barəsində həddi aşmalar olmuşdur. Ki, burada da Allah Taala'nın ayəsini zikr elədi ki, kitab əhli üçün Allah Taala buyurur ki, ya əhləl kitab, la təğlu fi dinikum. Ey kitab əhli, dininizdə həddi aşmayın. Və həmçinin İbn Abbasdan Nuh surəsində keçən hansı ki, Nuh Aleyhisselamın qövmü bir-birinə deyir ki, bütlərinizi tərk eləməyin. Vaddı, Suvanı, Yağusu və Yaqudu tərk eləməyin. Hansı ki, bunlar, sonra İbn Abbas deyir ki, bunlar salih insanlar idi. Ölüb gedəndən sonra şeytan onlara vəsvəsə verir ki, onların oturduqları məclislərdə onların timsalını, heykəlini qoyun və adlandırın adlarıyla və belə də edirlər. Amma ibadət olunmur. Sonra bu nəsil ölüb gedəndən sonra elm unudulur və ondan sonra ibadət olunur. Yəni, səbəb də nə oldu? Salihlər barəsində həddi aşmaları. İndi isə 20-ci fəsil. Bəbu mə cəə minət-təğlidi fi mən abədəllahi ində qabri rəculin salih. Fəkeyfə idə abədəhu. Fəsil necə şiddətlilik gəlmişdir, varid olmuşdur. Salih bir kişinin qəbri yanında Allaha ibadət edənə necə sərt, şiddətli dəlillər var. Qəbrin yanında kimə ibadət edir? Allaha. Gör, qəbrin özünə ibadət edən necə ola bilər? Qəbrin yanında Allaha ibadət edən haqqında şiddətli dəlillər gəlmişdir. Bəs qəbrə ibadət edən necə ola bilər? Və Səhih Buxaridə və həmçinin Səhih Müslimdə Ayşə radiyallahu anh deyir ki, Ummu Sələmə Peyğəmbər sallallahu aleyhi ve sellem zövcəsi, hansı ki, birinci Həbəşistana hicrət edənlərdən idi. Hansı ki, ilk 80'a yaxın adam hicrət eləyir. Onlardan da birisi Ummu Sələmə idi və əri Əbu Sələmə dünyasını dəyişəndən sonra Peyğəmbər sallallahu aleyhi ve sellemdən evlənir Ummu Sələmə. Və Ummu Sələmə Peyğəmbər sallallahu aleyhi ve sellemə Həbəşistanda gördüyü kilsə haqqında deyir və orada olan şəkillər ki, orada kilsə görür və içində şəkillər. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Uləykə idə mətə fihimur rəculus salih əvlə abdus salih. Onlar, yəni həmən o kilsədə ibadət edənlər və yaxud da Həbəşistanda yaşayanlar, onlarda salih bir kişi və yaxud da salih bir qul ölərdisə, bənəv alə qabri məscidən, onun qəbrin üzərində məscid tikərdilər. Və savvaru fihi tilkə suvara, və o şəkillər də orada çəkirlər. Uləikə şirarul xalq indəl, onlar Allah yanında yaradılmışların ən şərlilərdir. Fəhəuləyi cəmə'u beynəl fitnəteyn, və sonra İbn Teymiyyə rəhməhullah buyurur ki, bunlar iki fitnəni cəm etdilər. Qəbir fitnəsi və heykəl fitnəsi, timsal fitnəsi. Yəni fitnə baxımından ki, fitnə ki, yəni insanları dindən yayındırırlar. Çünki qəbirdir və həmçinin heykəldir. Yavaş-yavaş bu barədə həddi aşırlarsa artıq ona ibadət olunur və haqq dindən insan yayınır. Hansı ki, haqq din ibadətin yalnız Allaha yönəldilməsidir. Ondan sonra görürsən, ibadət yönəlir qəbrə və yaxud da həmən salih insana. Və yenə də Buxari və Müslimdə keçən hədisdə deyir ki, Ləmmə nuzilə bi Rasulillahi sallallahu aleyhi və səlləmə tafiqə yatrahu xamisatan ləhu alə vəçihi. Peyğəmbər sallallahu aleyhi və səlləmə ölüm gələndə köynəyini üzünə çəkdi. Başladı köynəyini üzünə çəkməyə. Fəydəxtəmmə bihə kəşəfəhə. Nəfəsi daralanda üzünü açırdı. Üzünü açdı və bu cür halda olduğu vaxt dedi ki,
La'netullahi alel yahud ve nasara. Yahudi ve Nasranilere Allah'ın lənəti olsun. İttəhadu qubura enbiyayhim məsəcidə. Onlar peyğəmbərlərinin qəbirlərini məscid etdilər. Yuhazziru mə sana'u. Onların etdiyindən Peyğəmbər sallallahu əleyhi və səlləm çəkindirirdi. Sallallahu əleyhi və səlləm. Və ləulə zəlikə ubrizə qabru. Əgər bu olmasaydı, yəni bu qorxulan şey, bu çəkindirən şey olmasaydı, qəbri Peyğəmbər sallallahu əleyhi və səlləm üzə çıxardı. Yəni otağında yox, bəqi qəbirstanlığında və yaxud da müsəlmanların qəbirstanlığında olardı. Qeyra ənəhu xuşyə ən yuttəqədə məscid. Lakin qorxulurdu ki, və yaxud da özü qorxurdu ki, insanlar onu məscid eləyərlər. Peyğəmbər sallallahu əleyhi və səlləm qəbrini. Və Səhih Müslimdə Cündub ibn Abdullah'dan gəlir, deyir ki, eşitdim Peyğəmbər sallallahu əleyhi və səlləm ölməyinə 5 gün qalmış deyərdi: İnni əbra ilallahi ən yekuna li minkum xalilun. Mən Allaha sığınıram, Allaha pənah aparam, sizdən hər hansı birinizin mənə xəlil olmasından. Xəlil nə? Xəlil sevgidə yüksək həddir. Xəlil, deyirlər ki, İbrahim əleyhissalam Allahın xəlilidir, xəlilullah deyirlər də. Yəni, sevgidə son hədd. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, mən Allaha sığınıram, sizdən kimsə mənə xəlil olmasından. Fə innəllah qad ittəxədəni xəliləm. Allah təala artıq məni xəlil götürmüşdür. Allah təala məni xəlil götürmüşdür. Kəmə ittəxədə İbrahim xəlilə. Necə ki, İbrahim Peyğəmbəri xəlil götürdüyü kimi. وَلَوْ كُنْتُ مُتَّخِذًا مِنْ أُمَّتِي خَلِيلًا لَاتَّخَذْتُ أَبَا بَكْرٍ خَلِيلًا. Əgər ümmətimdən kimisə özümə xəlil götürsəydim, götürmüş olsaydım, Abu Bakrı götürərdim. Ələ və innə mən kənə qabləkum kənu yəttəxidun qubura ənbiyayı məsəci. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bilin və agah olun. Sizdən öncəkilər Peyğəmbərlərinin qəbirlərini məscid edirlər. Ələ fələ təttəxidu qubura məsəcidə. Bilin və agah olun ki, qəbirləri məscid eləməyin, məscid götürməyin. Fə innə ənhəkum an zəlik. Mən sizə bunu qadağan edirəm. Və Peyğəmbər sallallahu əleyhi və səlləm ölümünə az qalmış, həyatın sonunda da bunu qadağan etmişdir və sonra lənətləmişdir. Ölüm ayağında olduğu vaxt kim bunu etmişsə, kim bunu edirsə, yəni qəbirləri məscid eləyəni Peyğəmbər sallallahu əleyhi və səlləm onu lənətləmişdir. Və həmçinin də qəbrin yanında namaz qılmaq da buna aiddir. Hətta məscid tikilməsə belə. Məscid tikilməsə də belə. Və bu da deyir ki, səhabələrin həmən hədisdə keçən bu sözə aiddir ki, xuşyə ən yuttəqədə məscidən, qorxuldu ki, o, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin qəbri məscid götürülməsindən qorxuldu. Ona görə də qəbir oradan üzə çıxmadı. Və sonra İbn Teymiyyə deyir ki, fəinə sahabətə ləm yəkunu liyəbunu havlə qabri məscidən. Səhabələr Peyğəmbər sallallahu əleyhi və səlləmin qəbrinin yanında məscid tikməmişlər. Məscid götürməmişlər. Və kullu mövdu'in qusidat salat fihi. Yəni, haradakı namaz qəsd olunub, hansı yerdə artıq ora məscid götürülmüşdür. Ora məscid adlanmışdır. Çünki namaz qılınan hər bir yer məscid adlanır. Necə ki, Səhih Buxari və Səhih Müslimdə keçən hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "Cu'ilat liyal ardu məscidən və tahura." Mənim üçün yer hamısı məscid və paklandırıcı edilmişdir. Yəni, təyəmmüm almaq istəyən üçün dəstəmaz suyu yoxdursa əgər, yəni torpaq mənim üçün, bütün yer üzü mənim üçün məscid və paklandırıcı edilmişdir. Və həmçinin başqa hədisdə İbn Məsuddan radiyallahu anh deyir ki, İnnə min şirarin nəsi, Peyğəmbər sallallahu əleyhi və səlləmdən rəvayət edir ki, insanların ən şərliləri mən tudrikumus sa'atu hum ahyaun. Diri olduqları halda qiyamət qopan insanlardır. İnsanların ən şərliləri o kəslərdir ki, qiyamət qopur, onlar diridirlər. Vəllədinə yəttəxizunə qubura məsəcidə. Və o kəslər ki, qəbirləri məscid edirlər. Və insanların ən şərliləri iki sinif insandır. Özləri diri olduğu, sağ olduğu halda qiyamət qopur və qəbirləri məscid edənlər. Deməli, bunlar ən şərli insanlardır. Çünki başqa rəvayətdə gəlir, Müslim rəvayətində deyir ki, "Lə təqumus saatu illə alə şirarin nas."
qiyamət yalnız ən şərli insanların başında qopacaq. Ən şərli insanların. Və bu hədisdə deyir ki, ən şərlilər kimlərdir? O kəslər ki, qəbirləri məscid edirlər və qiyamət qopur onlar sağ olduqları vaxt. Demək, bu fəsildə müəllif fəsilləri tərtibini, düzülüşünü yəni çox gözəl düzmüşdür ki, alimlər deyir. Çünki bundan əvvəl qeyd edir ki, yəni Adəm övladının küfrə düşməyinin və dinlərini tərk etməyin səbəbi salihlər barəsində həddi aşmaları oldu. İndi isə zikr edir ki, yəni kim qəbrin yanında, salih insanın qəbrin yanında ibadət edərsə, Allaha ibadət edərsə, bu haqqında şiddətli dəlillər gəlmişdir. Gör, özünə ibadət etsə necə ola bilər və növbəti fəsil də bu fəsillərlə əlaqəlidir. Deməli, şəriətdə gələn qəbirləri ziyarət eləmək var. Qəbirləri insan ziyarət edə bilər. Və lakin təfsilat var. Çünki qəbirlər məsələsində şəriətin icazə verdiyi forma var, icazə vermədiyi forma. Şəriətin icazə verdiyi forma odur ki, qəbirlər ziyarət olunur, amma qəbri ziyarət eləmək üçün səfərə getmək olmaz. Ki, buradan hansısa ölkəyə, vaxtdan şəhərə səfərə çıxırsan ki, oradakı filan qəbri ziyarət eləmək üçün. O qadağandır, olmaz. Misal üçün, Məkkədən Mədinəyə gedir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin qəbrini ziyarət eləmək üçün. Bu olmaz. Yəni, qəbri ziyarət eləmək üçün səfərə çıxmaq qadağandır. Və müsəlman qəbri ziyarət edir, sünnəyə, hədislərə tabi olaraq, hədislərdə gəldiyi kimi. Qəbri ziyarət edir, qəbir əhli üçün dua eləyir. Və xüsusən də əgər qohumlarıdırsa, qəbir sıxıntı yatan, qəbirdə yatan. Və bu duası ilə onlara yaxşılıq etmiş olur. Onlar üçün Allahdan bağışlanma, əfv diləyir. Allah Taala'nın rəhmətini onlar üçün istəyir. Və həmçinin özü üçün də insan yaxşılıq edilmiş olur ki, hədisdə gəldiyi kimi, hədislərə müvafiq olaraq qəbirləri ziyarət edir ki, axirəti yada salmaq üçün və ibrət almaq üçün ölən insanlardan. Amma qadağan olunan isə, Şeyx Səid deyir ki, qadağan olunan iki növdür. Birincisi haramdır və şirkə vasitədir. Misal üçün, qəbirlərə insan gedir, əl sürtür, üzünü sürtür və qəbirdə olan insanla, qəbir əhli ilə Allaha təvəssül eləyir, Allaha yaxınlaşır onlarla və o qəbrin yanında namaz qılır. Çünki qəbrin yanında namaz qılırsa, bu etiqad edir ki, bu qəbirdəki insan nəsə qeyri-adidir və bu yer də adi yer deyil. Əgər onu etiqad eləməsəydi, orada namaz qılmazdı, evində qılardı namaz və yaxud da məsciddə qılardı. Halbuki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allaha ən sevimli yerlər məscidlərdir. Və həmçinin qadağan olunan, haram olan əməllərdən qəbrin üstünü tikmək, ucaltmaq qəbri və qəbrin yanında çıraq yandırmaq. Yəni adətdə olmayan, yəni adət deyəndə şəriət adəti qəsd olunur. Hansı ki, şəriətdə buyurulan formada olmayan başqa cür işlər etmək və onlara barəsində qəbirdəkilər haqqında həddi aşmaq. Hansı ki, onlar ibadətə layiq olmayan insanlardır. Çünki yaradılmışdır, məxluqdur, ibadətə layiq deyil. İbadətə layiq olan Allahdır, amma insan görsən, ibadətin hansısa növünü qəbirdəkinə yönəldir. Ondan nəsə umur. Və ikincisi isə böyük şirkdir. Qəbrə, yəni qəbrə ibadət, qəbrə ziyarət məsələsində birincisi haramdır, şirkə vasitədir, orada namaz qılır, orada nəsə sürtü, nəsə umur, təbarruk eləyir. İkinci böyük şirkdir ki, qəbirdəki insandan nəsə istəyir, ondan yardım istəyir, ehtiyacının ödənməsini ondan istəyir. Həm dünyavi ehtiyac olsun, istəyir axirət ehtiyacı olsun. Və bu da böyük şirkdir, insanı dindən çıxarır. Və bu da yəni bütpərəstlərin İslamdan öncə etdiyinin ta özüdür ki, onlar salih insanlar idi, ölüb gedənlər
onların qəbirlərinə və yaxud da onların heykəllərinə ibadət edirdilər. Fərqi yoxdur. Şeyx deyir ki, burada fərqi yoxdur. İnsan, bu işi edən insan etiqad eləsə ki, bunu edən özüdür, o qəbirdəki insandır, bunu verən bu ehtiyacını və yaxud da o vasitədir Allaha. Bunda fərqi yoxdur. Hər ikisi şirkdir. Çünki Allah Teala Zumar surəsində buyurur ki, "Mə na'buduhum", hansı ki müşriklər deyirlər ki, "Mə na'buduhum illə liyuqarribuna ilallahi zulfə." Biz onlara ibadət edirik ki, bizi Allaha yaxınlaşdırsınlar. Yəni, onların özünə yox, deyirlər ki, biz onlara ibadət edirik ki, onlar bizi Allaha yaxınlaşdırsınlar. Və Yunus surəsində buyurur ki, وَيَقُولُونَ هَؤُلَاءِ شُفَاءُنَا عِنْدَ اللّٰهِ Deyirlər ki, bunlar Allah yanında bizim şəfaətçilərimizdir. Hansı ki, bu da böyük şirkdir, insanı dindən çıxarır. Və hədisdə də gəlib ki, Peyğəmbər sallallahu aleyhi ve sellem qəbri ziyarət edərdi, Bəqi qəbristanlığını. Ayşə radiyallahu anhə, möminlərin anası deyir ki, Kənə Rasulullah sallallahu aleyhi ve selleme kulləmə kənə leylətuhə min Rasulillahi sallallahu aleyhi ve selleme yaxrucu min əxril leyl. Yəni, gecə növbəsi olanda Ayşə radiyallahu anhənin Peyğəmbər sallallahu aleyhi ve sellem gecənin axırında çıxardı Bəqi qəbristanlığına. Peyğəmbər və deyərdi ki, Əssəlamu aleykum dərə qavmi müminin. Mömin qövmün diyarı, ey mömin qövmün diyarı sizə salam olsun. Yəni, qəbir əhlinə salam verir. Və ətəkum mə tu'adun qadən müəccəlun. Və sizə vəd olunan şey artıq gəldi. Yəni, hansı ki, ölüm vəd olunmuşdu, artıq sizə gəldi. Və biz də, yəni, təxirə salındı sabah və gəldi. Və innə inşəallah bikum lahiqun. Və biz də inşəallah sizə qovuşasıyıq. Burada inşəallah deməsi Peyğəmbər sallallahu aleyhi ve sellemin, halbuki bu yəqin olan bir şeydir, ölüm. Yəni, hamı öləcək. İnnəkə meyyitun və innəhum meyyitun. Allah da buyurur ki, sən də öləcəksən, onlar da öləcək. Alimlər deyir ki, bu inşallah deməsi Peyğəmbər sallallahu aleyhi ve sellemin Allah Teala'nın Kəhf surəsindəki ayəsinə müvafiq olaraq inşallah dedi ki, hansı ki Allah da buyurur ki, وَلَا تَقُولَنَّ لِشَيْءٍ إِنِّي فَعْلٌ ذَلْكَ غَدًا. Yəni, heç bir şeyə sən sabah mən onu edəcəm demə. İllə ən yəşə Allah, yalnız Allah da istəsə, əgər Allah istəsə, yoxsa ki, hər kəs dünyadan köçəcəkdir. Və sonra buyurur ki, Allahum məğfir li əhli bəqiyyəl qarqad. Allahım, bəqi əhlinə, qarqad əhlini bağışla. Onları məğfirət ilə. Qarqad əhli də, yəni qarqad ağac idi, hansı ki, o bəqi qəbristanlığında var idi. Və başqa rəvayətdə deyir ki, Ayşə radiyallahu anh soruşur. Deyir ki, ya Rasulallah, mən nə deyim? Yəni, qəbirləri ziyarət edərkən, qəbri ziyarət etməyə gedən nə deyim? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, denən ki, Əssəlamu alə əhli diyari minəl müminin və muslimin. Salam olsun diyar əhlinə, möminlərdən və müsəlmanlardan olan. Və yərhamullahul müstəqdiminə və müstəxirin. Allah Teala öncə gedənlərə və sonra gələnlərə rəhm eləsin. Və innə inşəallah bikum lahiqun lələhiqun. Və biz də inşəallah mütləq sizə qovuşasıyıq. Və başqa hədisdə Əbu Hüreyrədən deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem anasının qəbrini ziyarət elədi. Və özü ağladı və ətrafındakiləri də ağlatdı. Və dedi ki, Rəbbimdən izin istədim. Onun üçün, yəni anam üçün istiğfar diləməyə, bağışlanma diləməyə fələm yu'zənli mənə izin verilmədi. İcazə verilmədi. وَاسْتَأْذَنْتُهُ فِي أَنْ أَزُورَ قَبْرَهَا İzin istədim Allahdan ki, qəbrini ziyarət etməyə فَأَذِنَ لِي mənə izin verdi. فَزُورُوا الْقُبُورِ Peyğəmbər sallallahu aleyhi ve sellem qəbirləri ziyarət edin. فَإِنَّهَا تُذَكِّرُ الْمَوْتَ Həqiqətən o, ölümü insana xatırladır, ölümü yada salır. Deməli, qəbirlər və qəbirlər üzərində məscidlər. Məscidlərin tikilməsine səbəb nə oldu? Salih insanların şişirilməsi, ucaldılması. Hansı ki, Peyğəmbər sallallahu aleyhi ve sellem əvvəlki fəsildə keçdi ki, deyir ki, Lə tutruni kəmə atratın nəsara İsə ibn Məryəm. Siz məni, Nəsranilər, Məryəm oğlu İsa'nı həddən artıq şişirdikləri kimi, ucaltdıkları kimi ucaltmayın. Mən qulam və deyin ki, Allahın qulu və elçisi. Yəni, səbəb insanların salihlər barəsində həddi aşmalar olmuşdur.
Və əgər məscid tikilibsə, alimlər deyir ki, məscid sökülməlidir. Əgər qəbrin üstündə məscid tikilibsə, məscid sökülməlidir. Salihlərin, peyğəmbərlərin qəbri üstündə və yaxud da başqalarının bu da alimlər arasında heç bir ixtilaf yoxdur. Və qəbrin yanında namaz qılmaq da ixtilafsızdır ki, məkruhdur. Və bəzən də məkruh sözü keçmişdə alimlər dilində haramlıq ifadə edirdi. Haramlıq ifadə edirdi. Və sonra məsələlər qeyd edir burada müəllif ki, Peyğəmbər sallallahu əleyhi və səlləm məscid tikənlər haqqında, hansı ki o məsciddə Allah ibadət olunur, yəni qəbrin yanında məscid tikirlər, orada Allah ibadət olunur. Yəni bunu Peyğəmbər sallallahu əleyhi və səlləm qadağan etmişdir, fərqi yoxdur. Niyyəti nə olur olsun, ola bilər niyyəti Allah ibadət eləməkdir, yaxşı niyyət var. Amma bir şey var ki, yaxşı niyyət əməli yaxşılaşdırmır. Əgər əməl pisdirsə, şəriətlə, Qur'anla, hədislərlə o əməl qadağan olunubsa, o əmələ lənət gəlibsə, yaxşı niyyət əməli yaxşılaşdırmır. Və həmçinin alimlər buna misal olaraq deyirlər ki, insan Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mən təşəbbəhə bi qavmin fəhvə minhum, kim bir qövmə özünü oxşadarsa, o da onlardandır. Misal üçün, deyək, qeyri-müsəlmanlara, yahudilərə, nasranilərə insan özünü oxşadır. Hətta ola bilər niyyəti oxşatmaq deyil. Amma oxşarlıq hasil olursa, artıq o da o qadağana girir. Alimlər deyir ki, insan niyyəti bu məsələdə rol oynamır. Ola bilər niyyətində yoxdur oxşatmaq, amma oxşayırsa artıq yenə də bu qadağana daxil olur. Və həmçinin bu hədisdə heykəllər qoymaq ölən insanlar üçün, salihlər üçün, hansı ki bu da qadağandır. Niyə görə? Çünki sonradan insanlar başlayırlar ona ibadət etməyə. Və bu da şirkdir, hansı ki ən böyük günahdır. Allah da Allah yeganə günahdır ki, bağışlamır. Ondan aşağı günahı istədiyinə bağışlayır. İnsan şirk üzərində ölərsə, əbədi cəhənnəmlikdir. Hansı ki, heç vaxt çıxmayacaq. Cəhənnəm əzabı da İnnə əzəbəhə kənə qaramə. Onun əzabı davamiyyətli, daimidir. Yəni, istirahət yoxdur. İnsan dərk eləmir, başa düşmür. Dünyada hələ ki, yəni, yaşayır, nəfəs gəlib gedir. Elə bilir ki, yəni, o dünyada da bu dünyada kim olacaqdır? İstəyi iləndir. Amma insan dərk eləsə ki, o dünya tam başqa aləmdir. Yəni, sənin ixtiyarın, istəyin olmayacaq. Sənə bu dünyada istək verilib, ixtiyar verilib. Amma o dünyada artıq ixtiyar verilməyəcək sənə. Ona görə şirk ən böyük günahdır. Hətta sahabə deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemdən soruşdum ki, Allah yanında ən əzəmətli, ən böyük günah nədir? Dedi ki, ən tec'alə lillahi niddən və hu xalaqəkə. O səni yaratdığı halda ona ortaq qoşasan. Səni yaradan odur. Ruzi verən sənə odur. Sənə bu dünyanı görmək neymətini verən odur. Sən Allahdan qeyrisindən nəsə umursan, nəsə istəyirsən. Şəfa, övlad və yaxud da hər hansı bir şey. Deməli, bu təfsilatla, hansı ki, burada Şeyx Səadi deyir ki, yəni, bu təfsilat var ki, qəbri ziyarət etmək şəriətdə icazə verilən forması var, qadağan forması haram, var, bir də şirk. Yəni, bu ilə, yəni, bu mühüm məsələ sənə aydın olur. Hansı ki, bunun səbəbi ilə fitnə baş verir. Yəni, fitnə ilə insanların dindən sapması, azması. Necə ki, Allah da Quranda buyurur, İnnəl-ləzinə fətənul müminə vəl-müminət. O kəslər ki, mömin kişiləri və mömin qadınları fitnəyə salır. Orada öldürürdülər. Niyə? Dinindən dönməyəni öldürürdülər. Yəni, elə şey edirdilər ki, o dinindən dönsün. Fitnə edirdilər, yəni insanı haqdan, doğru dindən yayındırırdılar. Ona görə bu qəbrə ibadət, salih insanı şişirtmək, yəni Allahın ona verdiyi dəyərdən daha yüksək dəyərə qaldırmaq başqaları üçün fitnədir. Fitnədir, yəni insanı haqq, doğru yoldan kənarlaşdırır.
Və Peyğəmbər sallallahu əleyhi və səlləm bu hədislərdə yəni ölməmişdən əvvəl hələ Peyğəmbər sallallahu əleyhi və səlləm qəbri yox idi. Amma bunu qadağan eləyir. Çəkindirir. Və bildirir ki, qəbirlər üzərində məscid tikmək Yahudi və Nasranilərin yoludur. Onların etdiyi əməldir və bu ümmətdən də çox təəssüflər olsun ki, müsəlman, İslam ümmətindən də bunu edənlər oldu. Yahudi və Nasranilərin dalınca gedənlər ki, qəbirlər üzərində məscid tikdilər. Qəbirlər üzərində məscid tikdilər və sonra da başladılar ona ibadət etməyə. Və həmçinin bu hədisdə faydalardan ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Allahın rəsuluydu. Peyğəmbər idi, amma ölüm anında yəni şiddətli ağrıları var idi, qızdırması var idi. Necə ki, başqa hədisdə buyurur ki, sahabə deyir ki, ya Rasulullah, sən necə qızdırman, ağrın şiddətlidir? O deyir ki, bəli, biz iki kişinin, yəni sizdən iki kişinin ağrı çəkdiyi kimi, qızdırma olduğu kimi iki kişinin ağrısını çəkirik. Sahabə deyir ki, yəni sənin savabının, mükafatının 2 qat olmasına görədimi? Deyir, bəli. Peyğəmbər sallallahu əleyhi və səlləm bildirir ki, bəli ki, iki kişinin savabı. Çünki insan bəla, müsibət gələndə səbr edir və səbr etdirsə Allah da ona o mükafatı, o dərəcəni verir. Və həmçinin bu hədisdə faydalardan ki, Əbu Bakır radiyallahu anhu səhabələr içərisində ən üstünüdür. Və şübhəsiz ki, səhabələrdən ən üstünlüsə deməli, ümmətin ən əfsəlidir. Əbu Bakır Peyğəmbər sallallahu əleyhi və səlləmdən sonra. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, əgər kimisə xəlil götürmüş olsaydım, Əbu Bakrı götürərdim. Ki, Əbu Bakır ən sevimli, başqa hədisdə buyurur ki, yəni kişilərdən ən sevimli mənə Əbu Bakırdır. Buna baxmayaraq Peyğəmbər sallallahu əleyhi və səlləm hətta onu da xəlil götürmür. Və alimlər deyir ki, bundan da, bu hədislərdən də avam insanların o bölməsinin, bölgüsünün səhv xata olduğu üzə çıxır. Bəziləri deyirlər ki, İbrahim əleyhissalam Xəlilullahdır. Muhammed sallallahu əleyhi və səlləm Həbibullah deyirlər. İbrahim Allahın xəlilidir, Muhammed sallallahu əleyhi və səlləm Allahın Həbibidir deyirlər də, sevgilisidir. Alimlər deyir ki, bu xatadır. Çünki hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm özü deyir ki, Allah məni xəlil götürdü. Xəlil götürdü. Xəlil də sevginin, məhəbbətin ən üstünüdür. Və həmçinin bunu deməklə alimlər deyir ki, insanlar dedikdə ki, yəni Allahın Həbibidir. Yəni, onda başqa insanlarla Peyğəmbər sallallahu əleyhi və səlləmin arasında fərq qalmır. Yəni, sanki Peyğəmbər sallallahu əleyhi və səlləmin başqa salih insanlar səviyyəsinə endirmiş olurlar. Çünki Allah Teala Quranda bir çox yerdə muhsinləri sevdiyini bildirir. Səbr edənləri sevdiyini bildirir. Ki, Allah Teala sevir onları. Yəni, adi insanlar olsa da salih insanlardır. Lakin Allah Teala sevir. Peyğəmbər sallallahu əleyhi və səlləm isə Allahın xəlilidir. Və başqa hədisdə var ki, hansı ki, yəni qəbrə ibadət etməyi, qəbrə tərəf yönələrək ibadət etməyi Peyğəmbər sallallahu əleyhi və səlləm qadağan etmişdir. Niyə? Yəni, bu fitnənin qarşısını almaq üçün ki, insanlar sonradan o qəbrə ibadət edirlər və yaxud da kimsə görür, onda həmən qəbir əhlinə və yaxud da qəbirdə yatana ibadət edirlər. Və bu fəsil bu qədər. Sonra gəlir növbəti fəsil, 21-ci fəsil ki, yəni salih insanların qəbirləri haqqında həddi aşmaq, o qəbirləri Allahdan qeyri ibadət olunan bütə çevirir. Ki, bu da qadağan olunan əməllərdir, lakin bu qalsın başqa vaxtda.